Herkese salam. Yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə konjunktiv 2 mövzusunun davamı olaraq konjunktiv 2 məhcul növdə indiki və keçmiş zamanda necə düzəlir, onu izah edirəm. İlkin olaraq konjunktiv 2 nədir, onu yadımıza salaq. Konjunktiv 2 Alman dilində arzu, ehtimal, xahiş, ehtiram, şübhə, şərt, mövcud olmayan hal və ya reallıqdan uzaq vəziyyətləri, bəzən də əmri ifadə edən fe'l formasıdır. Dediyimiz kimi, konjunktiv 2 qeyri-real vəziyyəti bildirir. Gəlin görək, konjunktiv 2 məhcul növ indiki zamanda necə düzəlir? Konjunktiv 2-nin məhcul növünün indiki zamanı və adın köməkçi fe'linin konjunktiv 2 forması wurde və əsas fe'lin partitip 2 formasından plus və adın köməkçi fe'linin indiki zamanından düzəlir. Əgər cümlə sadə nəqli cümlədirsə və yaxud baş cümlə birinci yerdə gələrsə, bu zaman wurde ikinci yerdə gələrək şəxsə görə təsriflənəcək. Partitip 2 plus fərdin isə cümlənin sonunda gələcək. Baş cümlə budaq cümlədən sonra gələrsə, bu zaman wurde birinci yerdə gələrək şəxsə görə təsriflənir. Partitip 2 plus fərdin isə yenə cümlənin sonunda gəlir. Aşağıda cədvəldə verilmiş sadə nəqli cümləyə aid sxemadır. Bu mövzunu yaxşı başa düşmək üçün real və ya qeyri-real cümlələri qarşılaşdıraraq izah edəcəm. Gəlin birinci nümunəyə baxaq. Aktiv presens, yəni məlum növ indiki zaman. Mən köynəyi ütüləyirəm. Ich bügle das Hemd. Passiv presens, yəni məhcul növ indiki zamanda köynək ütülənir. Das Hemd wird gebügelt. Konjunktiv 2 passiv in presens, konjunktiv 2 məhcul növ indiki zamanda köynək ütülənərdi. Das Hemd würde gebügelt werden. Cümlə içərisində istifadə etsək, əgər köynək tez yuyulsa, o ütülənərdi. Wenn das Hemd früh gewaschen würde, würde es gebügelt werden. Budaq cümlə baş cümlədən əvvəl gəldiyinə görə würden birinci yerdə gələrək şəxsə görə təsrifləndi. Partitip 2 plus werden isə cümlənin sonunda gəldi. Məlum və məhcul növdə istifadə olunan cümlələr hərəkətin reallığını bildirir. Ancaq konjunktiv 2-də istifadə olunan cümlə hərəkətin qeyri-reallığını bildirir. Əgər köynək tez yuyulsa, o ütülənərdi. Hər iki cümləmiz bizim konjunktiv 2-yə aid cümlələrdir. Yəni biz bu cümləni Alman dilində ifadə etmək istəyiriksə, bu zaman əlbəttə ki, artıq konjunktiv 2-dan istifadə etməliyik. Və cümləmiz məhcul növün indiki zamanına aid olduğuna görə konjunktiv 2 passiv presens formasından istifadə etdik. Digər nümunə, aktiv presens məlum növ indiki zamanda təmizlikçi qadın otaqları təmizləyir. Die Putzfrau räumt die Zimmer auf. Passiv presens məhcul növ indiki zaman otaqlar təmizlənir. Die Zimmer werden aufgeräumt. Konjunktiv 2 passiv in presens otaqlar təmizlənərdi. Die Zimmer würden aufgeräumt werden. İşıqlar yansa, otaqlar təmizlənərdi. Wenn das Licht eingeschaltet würde, würden die Zimmer aufgeräumt werden. Gördüyünüz kimi, bir və ikinci cümlə hərəkətin reallığını bildirir ki, həqiqətən də misal üçün təmizlikçi qadın otaqları təmizləyir və yaxud otaqlar təmizlənir. Ancaq konjunktiv 2-də isə hərəkətin qeyri-real olduğunu göstərir ki, işıqlar yansa, otaqlar təmizlənərdi. Digər nümunə, aktiv presens məlum növ indiki zaman dostum məktubları göndərir. Mein Freund sendet die Briefe. Passiv presens məhcul növ indiki zaman məktublar göndərilir. Die Briefe werden gesendet. Konjunktiv 2 passiv in presensdə isə məktublar göndərilərdi. Die Briefe würden
gesendet werden. Poçt açıq olsa məktublar göndərilərdi. Wenn die Post offen wäre, würden die Briefe gesendet werden. Birinci və ikinci nümunədə hərəkətin reallığını göstərir ki, dostum məktubları göndərir və yaxud məktublar göndərilir. Ancaq konjunktiv sıfaya aid olan nümunədə baxın, poçt açıq olsa məktublar göndərilərdi. Gördüyünüz kimi bu cümlələri biz alman dilində ifadə etmək üçün konjunktiv sıfaya məhcul növ indiki zamanından istifadə etdik. Keçmiş zamanını düzəltmək üçün isə konjunktiv sıfayanın məhcul növü keçmiş zamanda sein köməkçi feilinin imperfekt zaman formasının konjunktiv sıfay forması wäre və əsas feilin partisip sıfay formasından və werden köməkçi feilinin keçmiş zamanı worden-dən düzəlir. Təbii ki, əgər cümlə sadə nəqli cümlədirsə və yaxud baş cümlə birinci yerdə gəlibsə, wäre ikinci yerdə gələrək şəxsə görə təsriflənəcək. Partisip sıfay plus worden isə cümlənin sonunda gələcək. Baş cümlə budaq cümlədən sonra gəlibsə, bu zaman wäre birinci yerdə gələrək şəxsə görə təsriflənəcək. Partisip sıfay plus worden isə yenə cümlənin sonunda gələcək. Keçmiş zamana aid nümunələri pluskuamperfektdə vermə səbəbim konjunktiv sıfayın keçmiş zamanı passiv pluskuamperfekt formasına umlaut əlavə edilməsi ilə düzəlir. Aktiv pluskuamperfekt məlum növ mürəkkəb keçmiş zaman mən köynəyi ütüləmişdim. Ich hatte das Hemd gebügelt. Passiv pluskuamperfekt məhcul növ mürəkkəb keçmiş zamanda köynək ütülənmişdi. Das Hemd war gebügelt worden. Konjunktiv sıfay Vergangenheit keçmiş zamanda isə köynək ütülənmiş olardı. Das Hemd wäre gebügelt worden. Passiv pluskuamperfektə baxın. Das Hemd war gebügelt worden. Konjunktiv sıfay Vergangen yəni keçmiş zamanda baxın. Das Hemd wäre gebügelt worden. Yəni var hissəsi dəyişərək konjunktiv sıfayda oldu. Wäre niyə? Konjunktiv sıfaya görə bu formada, bu strukturda olmalıdır. İndi gəlin cümlə içərisində istifadə olmasına baxaq. Əgər köynəyi tez yusaydın, o ütülənmiş olardı. Wenn du das Hemd früher gewaschen hättest, wäre es gebügelt worden. Əgər köynəyi tez yusaydın, o ütülənmiş olardı. Wäre es gebügelt worden. Gördüyünüz kimi birinci və ikinci nümunələr hərəkətin reallığını bildirdi ki, mən köynəyi ütüləmişdim və yaxud köynək ütülənmişdi. Ancaq konjunktiv sıfayda isə hərəkətin qeyri-reallığını göstərdi. Əgər köynəyi tez yusaydın, o ütülənmiş olardı. Yəni, hərəkət reallaşmayıb. Digər nümunə aktiv pluskuamperfekt məlum növ mürəkkəb keçmiş zaman təmizlikçi qadın otaqları təmizləmişdi. Die Putzfrau hatte die Zimmer aufgeräumt. Passiv pluskuamperfekt məhcul növ mürəkkəb keçmiş zamanda otaqlar təmizlənilmişdi. Die Zimmer waren aufgeräumt worden. Hər iki cümlədə hərəkətin keçmişdə baş verdiyini göstərir. Konjunktiv sıfaya baxsaq, otaqlar təmizlənmiş olardı. Die Zimmer waren aufgeräumt worden. Cümlə içərisində istifadə etsək, işıqlar yansaydı, otaqlar artıq təmizlənmiş olardı. Wenn das Licht eingeschaltet worden wäre, wären die Zimmer bereits aufgeräumt worden. Həm budaq cümlə, həm baş cümlə konjunktiv sıfayın məhcul növ keçmiş zamanına aid nümunələrdir. Sonuncu nümunəmiz aktiv pluskuamperfekt məlum növ mürəkkəb keçmiş zaman. Dostum məktubları göndərmişdi. Mein Freund hatte die Briefe gesendet. Passiv pluskuamperfekt məhcul növ mürəkkəb keçmiş zamanda məktublar göndərilmişdi. Die Briefe waren gesendet worden. Hər iki cümlədə hərəkət artıq keçmişdə reallaşıb. Konjunktiv sıfayda isə məktublar göndərilmiş olardı. Die Briefe waren gesendet worden. Nümunə içərisində baxsaq, poçt açıq olsaydı, məktublar göndərilmiş olardı. Wenn die Post offen gewesen wäre, wären die Briefe gesendet worden. Nədir?
keçmişdə reallaşmayan bir hadisə. Deməli, biz bunları ifadə etmək üçün həm indiki zamanda, həm keçmiş zamanda konjunktiv faydan istifadə etməliyik. Cümlələrimiz məhcul növü aid olduğuna görə plus, yəni konjunktiv fay plus məhcul növün zaman formalarında istifadə etdik. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.